Hər kəs salam dostlar, mən Rəmal bugün sizlərlə birinci dəfədir World Soccer Champs videosu çəkirik və bu mənim ilk hesabımdır. Bundan əvvəllər də hesabım olub, amma onlar çox tutmayıb. TikTokda da varam, Instagramda yoxam, bəlkə Instagramda düzəltərəm. İndi World Soccer Champs-də Şəfa klubunun başından keçmişik. Şəfa klubundan hansısa Çempionlar Liqası yox, düzü karyer modu əslində, karyer modu, yəni baş texnik direktoru karyer modu edirik. Şəfanın başındayıq, Şəfa futbol klubunun başındayım. İndi bu gün Şəfanı yönətəcəyik. Bəlkə bir part, bəlkə tək part da ola bilər, iki part da ola bilər. Məncə iki part olar, çünki yəni oyunları çevirməyəcəm, onları bu dəfə oynayacağam. Çünki çevirsək, əgər bəzi oyunları çevirəcəm. Əgər oyunları çevirsək, çox güman edirəm ki, uzacağıq, çünki o qədər də güclü deyil komandamız. Yəni ilk olaraq ilk olaraq komandamıza baxaq. Burada bir dənə santrafor gələ bilər, amma bura bassaq 61-59-cu. Bura bir dənə santrafor gəlsə, baxın, orta sahada pisdir, orta sahada pisdir. Sol bek dəyişsək olmaz, bir oyuncu. Məsələn, 2 dənə santrafor yedeyi var, birisini dəyişək. Sol bek, indi burada bizə şey lazımdır, uşaq. 2 dənə orta saha, bir dənə də santrafor. Bunlara əgər pul yoxdur, bir dənə Hüseynova, Allah verini sataq görək. Hüseynov 51 qaya. Arada transfer şeyə baxmadım onu. Kimlər gəlir? İslam Qurbanov, yox, Səbuhi Cəfərov gəlib. Səbuhi Cəfərov. Hə, şey qapıcımızı can salaq 200 min, yox. Karvana 168 min sataq. İslam Qurbanov, o kimdir? İslam Qurbanov. Hə, o da yazam. Tamam, görürsən. İslam oradasan, hə, Qurbanov. Gəlin Qurbanovda sataq, kadrda bizə çoxlu pul lazımdır. 100 minə Neftçiyə və 400 min əldə qalan pul. İndi ilk olaraq bir Zerat olacaq. Zerat yazaq təkcə. Və bəli, çıxdı. Mario de Fonda. Bunu 100k verək, görək, əvvəllərimizə 200k verək. Verdilər bəli 100k'ya. Zerat'ını aldıq. İndi bir dənə santrafor axtaraq. Ondan sonra gəlib keçsə, yazmayaq. Bir dənə santrafor, yandan çıxdı, santrafor. Kim ala bilərik 300 minə? 300 min yox, 100 minə gərək olsa. Var, 250 minə Dejan var. Dejan alaq. Qalacaq yerdə 100 min pul. Ona da təəssüf edirəm. Ona pul çatmayacaq orta sahib. Amma bir dənə sol bek. Dəmirov satsaq. Dəmirov neçə gedər? 100k'ya. Dəmirov 100 minə satalım. Şirvana qoyacaq. Ora gedər. Və 170 var. Lütfini də alaq uşaqlar. Qoyuruq komandaya. Rahat bir 60-60 olur, 60-60. İndi gəlin ilk hazırlıq oyunlarını oynayaq. Zlatkovo ilə qarşı-qarşıyayıq. Təəssüf, bərabərə qalarıq, bəli qaldıq. Görək təşriflər var, Zerat yox olan təşriflər. Tural Əliyev var 141 min, 56-lıq. Getsin antrenman yerini düzəltəyim. Çünki çox zəifdir. Yəni 64k7. Zerat onun burada potansiyelini görürsünüz, 73-93 arasıdır. Bunu çox qaldırmalıyıq ki, çox olsun və tez artsın. Əgər qaldırmasaydıq, yəni qalacaqdı. Yəni 77 arasında qala bilərdi. Ona görə əlimdən gəldiyi qədər artıracam. Gəlin bura Gənc Akademiyasını da artıraq. Akademiyadan güclü oyuncular çıxarda bilərik. Məncə 5. Bunlar hazırlıq oyunları olduğu üçün atlayırıq hələ ki hazırlıqlara. Amma darıq. Yaxalamadıq, qallanmadıq. Bu səfərlik olsun, transfer də yoxdur istəyəsən. Deyəsən yoxdur. Premier Liqa başlayırıq. Azərbaycan Premier Liqasının ilk matçı Turan Şəfa təzə gəlib. Çünki yəni mən nə vaxt görmüşəm, yox idi. Məncə oyuna təzə gəlib. Əlimdə. Ola bilər, və qol yedik dəqiqə qaldı. Turan 9 hesabı açır. Görək nə edirik. Nəticə eləyəcəm. Bu arada YouTube'da da abunə olub atmayı unutmayın dostlar. Demək yadımdan çıxır. Bəli, onsuz da ilk kanal oldu. Çox yəni abunə, izlənmə, 3-4 dənə izlənmə olar maksimum.
Onlar da çox sağ olsunlar deyəcəm. Bizə bir dənə şans gəlmir, hamısı onların hücumudur. Bizə də hücum gəlsə yaxşı olar. Hər gəldi. Pas verir. Dejan pas. Oyuna da şey gəlib. Sərbəst oyuncu və qol. Aydın Paşayev. 1-1 bərabərləşdirik. Oyuna təzə sərbəst oyuncular gəlib. Məsələn, komandanı qədər yaxşı idarə etsən, sənə pul da verir. Onlar da yaxşıdır. Ona görə əlindən gəldiyi qədər edəcəm ki, minimum pul versinlər yəni bizə. Burada da Serrano, İlqar. Komandanın dəyişikliyi edək istəyirsinizsə. Zeraton salaq oyna. Görək nə olur. Görək bir dənə qol vuraq. Yəni komandaların rəsmləri gözləri çəkdim üstdən. Amma Turana gəlmədə yaxşı olardı amma. Neyse gəldim. Vuracaq qapıya təhl. Ay, qoyma. Pul defans eləyib də yəni. Aramba. Turan Tovuza yenə şans gəldi. Yəni ən çox onları gələcəyini düşünürdük də. Çünki bizdən qat-qat güclüdülər, səviyyəli klubdur. Amma qabaqda da niyə biz onlardan səviyyəli klub olmayaq? Ona görə hələ ki oynayırıq. Görməyim. Görək kim olacaq. Bərabərə bitəri məncə. Bitdi bərabərə. Bir xal da yaxşıdır. Yəni Turan Tovuzdan bir xal götürməyimiz yaxşıdır. Ona görə 6-cı yerdəyik. Şəfa 6-cı yerdə yaxşıdır. İndi İmişli ilə oynayırıq. İmişlini udarıq. Yəni o qədər də güclü komanda deyil. İmişlini 2-1 minimal hesabla udarıq. Buradan. Penaltı atırıq sola. Sol. Yəni mən neynədim? Ayıb olsun. Vur və ayrımını qapçılır. Pas verirəm. Qabaqda oyuncularımıza baxım nə santraforlara. Və üzülürsən. Mənim günahımdır və bu da qol olmalıdır. Yəni məcbur qol olmalıdır. Yəni qol olması nə deyim də. 3 süydü deyəsən. 3 sətdən 0. Yenə də deyirəm və ayda. Gələ şans gələrdi. Sadiq Məmmədov indirib. Saxlamaq lazımdır. Qoyaq Həsənov var. Sonra kim dəyişək? Orta sahə dəyişikliyi İsayev yenə Tağıyev. Görək kim qərəbə İmişli yenidən gəldilər. Orada deyəsən Azərbaycanda ilk YouTube kanalıdır. Var Soccer üzrə. Bu da mənim kanalımdır. İnşallah məndən başqa adamlar çox da güclü deyil. Geridədirlər. 1 milyondan aşağı çox o qədər tanınmış kanallar 1 milyon aşağıdır. Mən onlara yəni dəyər verirəm. Hamısı 1 milyondan yuxarı olmalı. Məsələn, Harun Məmmədov, Fərəz, sonra kim deyim, yəni Zevs 1 milyondur, ona halal olsun. Yəni neçə il çəkir. Harun Məmmədov da deyəcəkdim və qol Araz Əliyev gəldi. Dostuma çəyin. Gərək nə olur? Bu dəfə bizə gəldi. Arxaya pas versiyası sürüşür bu. Pas ver ona. Onda kedimizi hara verir. Onda ora qol. Aydın Paşayev qol atır. Deyəsən ki, partda olacaq çünki çox uzun çəkir. Neçə dəqiqədir bilmirəm. Neçə dəqiqədir. Gedib burada qalmasın. Ataram təfəkkür edib deyərəm. Maksimum vaxtları azaldıram. Yəni 10 dəqiqəlik video çıxarırdı. İndi qədər mən Anar Səfərov vurdu 2-2 bərabərlik. Mən edit eləyə bilmirəm uşaqlar. Videonu necə qısaldılar, Gmail-dən falan öyrənim. Gələm eləyəcəm və videonu daha az qısaldacam. 2-2 bərabərə qaldıq. İmişlə necə bərabərə qaldıq? Kim oda bilərik buradan? Buradan maksimum elə İmişlə Kəpəzi udarıq. Karvan yox, yəni Karvanı udardıq yoxsa. 2 xalımız var. Konferans liqasına gedənməliyik. Sağ sol cinah yoxdur deyəsən biz. Yoxdur. Amma o yerinə nəysə oynayaq. Gəlin gedək oyuna başlayaq. Burada başladıq. Görək nə edirik. Hamısını yəni görək part 1, part 2 ilə olsun. Yoxsa mən bu videonu editləmək çox görək nə edəcəm. Görək nə çıxacaq. Ətrafa yazıblar. Şahı deyirəm. Çünki biz arxadan gələ də bilərik, gəlməyə də bilərik. Məsələn, bu yeni bir hücum vardı. Hücum qururlar, amma yox. David Santos. Görək. Kimə gəldi? Bizə gəldi. Bunu minimal, yəni qolla tamamlamalıyıq. Bu adam gözləyəm gəlsin. Heç kim yoxdur bizdən. Neysə vur. Lütfi. Biz Lütfi. Lütfi. Azərbaycan adından Lütfi. Lütfi Zadəli soyadı onlardan. İndi görək nə edirik.
Qapçımız da sən ol yaxşı qapı. Şəfa yenə gəldi, yenə. Oradan vurarıq. Ay, yenə dirəklər bizə nə istəyir? Gol. Lütfi yenə Azərbaycan adında. Lütfi yenə qol vurur, qolunu vurur Lütfi. Təkrar 6-7 falan arası. Məsələn, ilk qalibiyyətimizi aldıq. 2 bərabərlik, 1 qalibiyyətdən gedirik 3 oyuna. 5-ciyik. Sağatlıq duruma idi bunu. Poln eləyək. Necə yəni? Dincəlsin, mən da dincəlsin nə üçün qarşılaşır, atamayacam, bəlkə atlayaq. İnşallah, yəni udarıq da yəni. Udmasaq da pis olar, utsaq yaxşı olar, utsaq. Bərabərə qaldıq. Neftçi ilə bərabərə qaldıq, çox yaxşıdır məsələn. Bir var, məğlubiyyət də ala bilərdik, çünki o qədər güclü komandadır ki Neftçi. Yəni ondan belə bərabərə almışıq, şükür edək. Yəni, belə. 5-ciyik, məncə 33 oyun deyil liqada. 10-cu oyunda falan dayandıraram partı və yaxud da 10 neçədə, yəni 10 neçə. 10 editləyəcəm videonu hələ ona görə vaxt var da. 17-ci oyunda dayandıracam. Elə şeylər də var bizdə. Biz Süper Liqada, Azərbaycan Süper Liqası. Onu da eləyəcəyik elə. Adını Süper Kupa. Neysə ondan da ona bildiniz. Ondan eləyəcəyik elə. Şəfa bəncə orada boy göstərər, əgər zəif komanda gəlsə, Şirvanlı. Məsələn, Şirvanovka deyəcəm, Ülvi hələ ki 1-0, yəni uda bilərik, hələ oyun davam edir. Və məsələn, buradan Lütfi halal olsun bu arada. Lütfi komandanın daşıyır. Zerato da gəlir şimdi, qalır 48-də. Yox, gəlir. Pul qazanaq, transfer etməyəcəm, bir dənə orta sağlaram. Harada 50-lik var, 60-lıq eləyərəm ona. Antrenman səviyyəsini qaldıraram, maksimum Zerato qalsın. Pul qaynağı elə bizə Zeratodur. Belə hə. Bizə hücum gəldi. Nömrə kimdir? Lütfdir. Yox, Aydın. Kimdir? Aferin deyirəm, Rockets və oradan gol. Dejan. Comeback atdıq deyəsən, hə? Bəli, əlavə. İndi kim dəyişə bilərik? Orta şeydə adamlar 61-lik Əlişər olsa oyuna. Tağıyev də girsin. Tam olsun 3 nəfər dəyişir. Bəli 9 xalımız olacaq. Yəni bizim üçün yaxşıdır əgər qalibiyyət alsaq. Ona görə də yaxşı defans eləməliyik deyəcəkdim və sağlaşdım mən. Amma bitəcək ki var ki. Bəli bitdi bizim qalibiyyətimizdən. Müəllimdə idi. 5-ci yerdəyik. Halal olsun bizə 5-ci yerdə yaxşıdır. 9 xalımız var. Yəni belə bir keçiş yapayla görün haralar gəlib çıxırıq deyəmiz. Burada biraz yoruldular. Amma yenə də heç olmaz, dəyişərik sonra. Deyirsən, sonra santrafor niyə pis deyir ki, yaxşıdır. Dəyişərik. Sol bekdə dəyişək. Bizim ən yaxşı kadromuz budur. Bir dənə orta saha pisdir, orta saha yerdəki orada. Orta sahanı gələn ilk təzə bir orta saha alacaq. 50-nin yerinə 61, 65 arası, 64 avro, 63 avro. Elə təşrif gəlsə verərik, bəlkə kim gəlsə verərik, çünki bizə pul lazımdır. Pul, para, yəni euro ilə də buna. Burada, indi buna belə ara pas bir şey vurar. Dejan, neynə Dejan? Dejan çəkdə o çox qol vuran, yox, Lütfi. Dejan da Jokovic öndə oynayır. Yenə bizdən Kəpə zəifdir. Son aralar çox zəifdir Kəpəz, yəni bu da qalibiyyət almamız normal, yəni yenə Dejan 2 qol var, dribble edir. Bir dənə də vursa olacaq 3. Bəli. Turan Tovuzun hücumunu izləyirik. Vura bilmədilər. Murad Mustafayev vura bilmədi. Defanslarımız da orada işə yaradı. 2 dəfə. Mütləşmə. Sadiq Məmmədov 3-0 edirik hesabı 22-ci dəqiqədən. Verdik. Amma istəmədim. Dedik zəifdən başlayaq. Zəif. Burada yoxdur. 20 dənədir bu qardaşım. Hesab qardaşım. Telefonda zorla alıram. Çünki burada qrafiklər yaxşıdır. Və telefon yaxşı çəkir. Yaxşı oyun performansı var. İstəsiz başqa oyunlar da gələ bilər. Çünki vəhşilik 72 dəqiqədən sonra. Həmişə belə olması. Şəfa. Yenə. Oradan bir ara pas atsın. Zerato gol. Ay. Biraz gönüzü gol bu da olsun. Buradan inirik. 4-0 Kəpəz. 3-cü yerdəyik. Halal olsun. Neftçidən, Zirədən, Turandan hamısından üstünük. Yəni Qarabağ Sabahdan başqa bunlar da eləyək. Sol yenəsə. 20 dəqiqədir.
video çəkilişindəyik. Bunu dediyim kimi azaldacağım onsuz da. Zerato 48-də qalıb. Zerato artmır. 48-də qalıb. Transfer edək bəlkə. Gəlin bir dənə kimi sataq? Sakın. Yox, qapıçı Mirzəzadəni sataq. Yəni şey də yoxdur. Mirzəzadə, hanı Mirzəzadə. 160 milyon. Yəni onun yeni gələn düzəltəyirəm. Antrenman düzəltməliyik ki, komandamız. Ayda fərqə baxın nə 120. Burada görək var. En ucuz kimdirsə sataq ki, yox satmaq da olmuyor. Belə şey olur. Bulsa da 50'lik onsuz lazım deyil. Olsa da oynatmaram 50'lik onun üçün kim istəyir. Antrenmanlardan qaldırıq 128 minə və getdi. Buradan qarşılaşdırma olur, bəli qarşılaşdırma olur. 6000 komandadır. İşte şaşırmadım da yani işte. Aha defans yine defans yine bir alim Dadaşov ya alimdir Burak. Qarabağ xalq olsun indi gəldilər. Bəzi yerləri kəsəcəm, bəzi hücumlar vaxt çox uzanmasın da önce. Kəsəcəm də bilmirəm necə kəsirlər görüm. Qapı indirəm, bismillah önərirəm, nə indirim, nə də olsun. Füzuli Həsənov. Qapı Cemil yazatdan Erhola Cemil olmaz. Bak çəkillə, bak ayda. Gedirdik hücumada, Qarabağa da qol vura bilərdik də. Öz oyunçumuz qoymadı hücuma çıxaq. Həmişə olur o. Məndə çox olur ona görə. Yo, Qarabağ gəldi. 0-0. Baxın. Burada Qarabağ dolusu 6-cı yerdəyik. Ver şəfa. Bir də əlimdəyik. Təsəlmişimdayıq. Feririk. 19 ömrə. Ay. İşim var idi, gəldim. 2000 haqq verdi bizə. Valla mənim uşağım video sürür. Heç birini işlənmədim. Nə oldu hə? Gəldik indi 0-0 bitdi. Sabahın oyununda danışa bilmədim. Mikrofon nəsə olmuşdu deyirəm. Ondan sonraki oyunu sonlandıraq. Videomu dayandıracağam, keçim kalkdı. Çünki görüm nə qədər 25 dəqiqə. Bunun minimum azaldım 10 və yaxud da 9 dəqiqə edə bilərəm. Görək nə edirik. Qəbələyə qarşı Qəbələ udarıq. Amma indi yəni o qədər deyil. Amma udarıq. Onlar da gəldilər hücuma. Orada en sevməm bak qabağındakı oyuncu mənim defansım. Qaçır oyuna. Hücumdakı Akinade qalır izləyir axı bax. Belə şey olmaz. Buradan gol. Dejan. Komandanı daşıyır da bu. Dejan komandanı daşıyır bu. Bilir hələ ki onlar da vurmuyor. Biz də vurmuşuq. Kim vuracaq onda? Deyirik bəli, biz vuracağıq. Kimdədir top? Dejan vur oradan. Dejan Drakovic. Baxın. Yəni komandanı daşıyır da. Bir də şey Lütfi də. Lütfi son aralarda gol vurmur. Başda ayda. Uşaqlar, qolu vururuq. Bu axırıncı oyunda bundan sonra dayandıracağım ki, bəli 3-2 Qəbələnin qalib bizi yəni. Və gələn partda görüşmək üzrə uşaqlar. Çox sağ olun, sevilirsiniz. Ekranı bəyənib bunu unutmayın. Bu nə o? 337 min bu nədir? Səhvlik var ya nəsə. Baxın. Oluyor. Bu nədir? 37.246. Bilmirsiniz bu nədir? 37.246. Mesela bug var. Orada neyse. Azərbaycanın da adamı qalxızdıracaq burada. Bəli, 2 dəfə artmışıq, Rusiya 2 dəfə düşüb. Bizdə nə qədərdir puan? 22. Arada az puan var, amma oynayıb qaldıracaq da. Bir dənə şey yazaq, konferansa çıxaq. Neyse uşaqlar, sağ olun, sevilirsiniz. Sizi sevirəm. Siz də mənə İcumançı sevirsiniz. 4-5 nəfər izləyəcək ya da yarım saat. Neyse, çox sağ olun, sevilirsiniz. Gəlib editləyim gəlirəm və çox sağ olun.